Helm bir məqamdır. Adətən helm səbir kimi təqdim olunur. Səbirdən yuxarı bir məqamdır helm. Helm səbirdən də yüksək bir məqamdır. Səbir odur ki, insan qəzəblənir, hirslənir. Amma səbri ilə qəzəbin odur. Bu böyük insandır. Helm ondan o tərəfədir. Helm odur ki, qəlbi o qədər genişdir ki, xırda məsələlər onu qəzəbləndirmir. Dağ kimidir. Böyük məsələlər onu silkələnir. Həlimdir. Övladı dünyasını dəyişir, böyük müsibətlər ona üz verir. Bunların hamısında həlim dayanıb. Buna deyirlər helm. Helm bir dənə məqamdır. Səbir belədir ki, insan qəzəblənir, udur. Helm budur ki, heç qəzəblənmir, özünü elə aparır ki, rahatdır, aramdır. Məsələləri həzm eləyə bilir, qəlbi genişdir. Xırda məsələlərdə ilişib qalmıyor. Buna deyirlər helm. Allah İbrahim Peyğəmbəri Qur'an-ı Kərimdə tərif edir, belə edir. İnnə İbrahim ləhəlimun əvvahun munib. 3 dənə xüsusiyyət deyir, birinci bunu deyir. Deyir, bu İbrahim xüsusiyyəti budur, həlim idi. Allahın dostu Xəlilullah həlim idi. Əvvahun munib. Və Allahın qatında nalə eləyərdi və munib, tövbəkar bir bəndə idi. Birinci deyir həlim. Helm mühümdür. Helimsiz elmin də mənası yoxdur. Ola bilər bir insanın elmi başından daşır, amma helmi yoxdur, səbri yoxdur, cavab verə bilmir, suala qulaq asa bilmir. Helmdir ki, insana zinət bəxş eləyir. Peyğəmbər dedim, insana zinət verən helmdir. Səni gözəl eləyən helmdir. Peyğəmbər bunları deyirdi, özləri də əməl edirdi. Peyğəmbərin tarixinə baxırsan, o cür çətin anlarda Əli əleyhissalam deyir ki, döyüşün qızğın anlarında biz belimizi dayardıq Peyğəmbərə. O Peyğəmbər o qədər aram idi. Sabah müharibə olmalıdır. Baxıb gördü Peyğəmbər əllərini qaldırıb o gün aramcasına Allahu Əkbər namaz qılır. Çox rahatdır. İnatkar insanlarla üzləşib, amma çox rahatdır. Əbu Cəhil bir gün əlinə 6 dənə daş götürdü, bağladı daşları, gəldi Peyğəmbərin qabağında durdu, dedi, deyə bilərsən əlimdə nə var? Dedi, deyərəm əlində nə var və neçə dənədir? Əlində 6 dənə daş var. İndi istəyirsən o daşların necə şəhadət verməsini eşidəsən. Əbu Cəhil dayanıb qulaq asır. Əllərin açdı, 6 daşın 6'sı da dedi, biz şəhadət veririk, Allah var, bu da Allahın Peyğəmbəridir. Daşları baxdı, vurdu yerə, dedi, sən sehirbazsan. Amma Peyğəmbər nə oldu? Peyğəmbər həlim. Peyğəmbərə bu təsir elədi. Dayandı dağ kimi, özün bilərsən. İstədim səni adam eləyəm, o daşların da səsini eşidəsən, eşitmək istəmirsən sən. Qulağını açdı, mənəvi nöqteyi nəzərindən, eşitdirdi ona. Eşitmədi. O Peyğəmbər helmi ilə. Deyirəm sizə, elmdə helmsiz mənası yoxdur. Bir dua var, deyir, Rabbi zidni ilmən. İlahi və Rəbbi, səhv tərcümə ediblər, belə tərcümə ediblər bəzi vaxtlar ki, elmimi artır, Rabbi zidni ilmən. Deyir, yox, belə deyir tərcümə. Rabbi zidni, İlahi, mənim özümün qəlbim genişləndir, özüm boyda mənə elm ver. Özümdən böyük mənə elm vermə. İtirərəm özümü. 3 dənə kəlmə öyrənərəm, 4 dənə kəlmə öyrənərəm, sonra itirərəm özümü, elə bilərəm, çox bilirəm. Rabbi zidni, ruhumu genişləndir, ruhumun genişliyi qədər mənə elm verginə. Geniş olsun qəlb. Həlim insanların qəlbi genişdir. Ola bilər bir insan, məsələn deyirəm, bir neçə ildə ailə qurub, hələ övlad verməyib Allah ona. Biraz dağ kimi deyansın. Məyus olmasın, helmini əlindən verməsin, gileylənməsin Allaha. Səbirlə deyansın, Allah verər. Allah Zəkəriyyaya qoca yaşında vermədi. Zəkəriyya Peyğəmbər gəldi, gördü Məryəm xanımı, baxdı, gördü Məryəmin qabağından meyvələr var. Dedi, Məryəm, bunlar sənə hardan? Haza min indillah, Allahın yanından. Baxdı Məryəmə, qəlbində bir dənə eşq yarandı Zəkəriyyanın. Dedi, İlahi və Rəbbi, mənə də bir övlad ver də. Qoca yaşında idi. İlahi, mənə də bir övlad ver bu qoca yaşında. İlahi, sözə bax. İlahi, bu günəycən belə bir şey olmayıb, mən dua eləyəm, duamın cavabı gəlməsin. Belə bir şey olsaydı, bədbəxt olardım mən. Sən mənə belə öyrəşdirməmsən, nə demişəm vermirsən bu günəycən. İndi də övlad istəyirəm səndən. Allahın cavabı gəldi, Quran ayəsidir.
Ya Zekeriya, inna nubəşşirukə. Ay Zekeriya, biz sənə bir övlad veririk. İsmuhu Yahya. Adı da Yahyadır. Adını da biz qoyuruq. Ləm nəcəl minhu qəblə. Min qəblə səmiyyə. Bir dənə Yahyanı veririk sənə. Bugün necə dua eşitməmsən sən? Deyib, baxdı. Dedi, ilahi və Rəbbi. İndi təəccüb eləyir. Deyir, ilahim, bu qoca yaşında mənə övlad verirsən sən. Bu necə ola bilər? Axı mənim yoldaşımda bağışlayız məni. Hələ cavanlığında qısır idi. Cavanlığında belə idi. İndi o qocalıb. Mən qocalmışam. Mənə övlad verirsən sən. Qocalmışam axı mən, cavab gəldi. Huvə aleyyə heyyin. Bu mənə çox asandır. Nə var burada, nəyə təəccüb edirsən? Təəccüb edirəm, asandır. Qəd xələqdükə min qəbli ləm təku şeyən. Bir vaxt heç yox idun, səni var elədim. İndi verə bilmərəm ki. Ona təəccüb eləmirdi Peyğəmbərdir. Dedi, ilahi, nişanəsi nədir mənim? Nişanəsini deyərsən. Dedi, nişanəsini deyəcəm sənə, rahat olma. Dedi, nədir? Əllə tükəllimən nas səlasəl ləyalin səviyyə. 3 gün insanlarla danışa bilməyəcəksən. Elə ki, gəldin mənlə münacat eləməyə dilin açılacaq. Allah deyəndə dilin açılacaq. Bir insanla oturdun, danışa bilməyəcəksən. Amma çəkil bir dənə küncə, danış məndən, eşitcəm mən səni. Səsin açılacaq. Amma insanlarla yox. Maraqlıdır. Qoca yaşında olmamalıdır. Olur, olmazı olar eləyir. Dil sağlamdır, amma danışa bilmir. Onları da olmaz eləyir. Dil sağlam, danışa bilmirəm. Qoca yaşında xanım da o cürünə övladı verir Allah. Bu Allahındır. Gələk insan helmin vermir. Mənə dostlardan biri dedi, bir neçə gün, bir neçə ay olar bəlkə. 20 il idi bir qardaşın, mömin qardaşlarımızdan biri övladı olmuyordu. 20 ildir, təzəlicə övladı oldu. Allah bu cür nədir? Helmi əldən verir. Həlim ol. Bir işin arxasıyla getmisən, işini alınmayıb, helmin əlindən çıxmasın. Demək yine niyə belədir? Mən itaət edirəm, mən ibadət edirəm, filan kəs eləmir axı. Bunları demə. Həlim ol, Allah sənə gör nələr verəcək. Bir xanım evdə uşağı onu hirsləndirir, uşaq təzə dünyaya gəlib. Bu xanım helmini əldən verməsin, həyat yoldaşı ilə kobud danışmasın, uşaq onu hirsləndirib, həyat yoldaşı ilə günah var. Onunla görüşəndə, o işdən evə qaydanda həlim olsun. Və yaxud kişi gedib çöldə hirslənib, hirsin gəlib evdə tökməsin. Heç bir halda helmimizi əlimizdən verməyin. Dostlarımız hətta belə dünyada yaşayırıq. Dost da görürsən bu dünyada insana xəyanət edir. Dost da görürsən insana quyu qazır. Orada gələk helmi insan əldən vermir. Oradan möhkəmdir yana. Dostlar da ola bilər bir vaxt insana qarşı çıxsın. Gələk insan o həlimliyin əldən verməsin. Möhkəm olsun. Bəla vaxtı da möhkəm. Haris ibn Suraqa adlı bir şəxs idi. Bir gün gəldi, durdu Peyğəmbərin qabağında. Ya Rasulallah, səndən bir dənə xahişim var. Xahişin nədir? Xahişim budur. Nə olar? Dua elə mən şəhid olum. Dua elə mən müharibədə gedim şəhid olum. Peyğəmbər əlin qaldırdı. İlahi və Rəbbi, bu şəhadət istəyir. Buna şəhadətin nəsib elə. Bədir müharibəsi gəldi. Getdi. Gözəl müharibə elədi. Müharibə eləyəndən sonra şəhid oldu. İndi Peyğəmbər qayıdır. Bu söhbət gəldi çatdı Mədinənin əhlinə. Qadınlar hamı durdu ayağa. Bu şəxsin anası, bacısı da durdu ayağa. Ana dedi, Allah buna şahiddir ki, mən Peyğəmbərdən eşitməyənəcən ki, bu cənnət əhlidir, yoxsa cəhənnəm əhlidir, mənim gözümdən bir gilə yaş gəlməyəcək. Əgər gedirəm qabağına Peyğəmbərin, desə cənnət əhlidir, heç ağlamayacam. Desə cəhənnəm əhli olub, elə ağlayacam. Gəldi dayandı Peyğəmbərin yanında, Peyğəmbər də qayıdır. Dedi, Peyğəmbər, oğlumun aqibəti nə oldu? Sonu nə oldu? Peyğəmbər baxdı bu xanıma, dediyim yerini, dedi, hə. Dedi, Firdevs-i Əla, cənnətin üstün bir məqamı var, onu ora aparacaq inşallah. Dedi, Peyğəmbər, daha ağlamaram, balam ki oradadır. Demirəm, insanın övladı əlindən çıxanda ağlamasın, ağlasın, ağlamaq olar, üsyan eləməsin. İndi bu şəxs belə dedi də, dedi, daha ağlamıram. Bir halda ki, balam cənnət-i Firdevsdadır, heç narahat da deyiləm. Bu helmdir. Helmin 3 şərti var. 1. Əgər bir insan durdu qabağında, sənə qayıtdı dedi, sən 1 düsün, mən 10 deyərəm, sən ona cavab ver. Sən 10 düsün, mən 1 demərəm. İnsan var,
Sözü deyər, sonra gedər oturar orada, burada. Deyər, gördünüz nə dedim ona? O mənə belə dedi, gördün necə cavab verdim, 7 qatından keçdi. O birisi deyərsən, maşallah, çox hazır cavabsan da. Şücaət odur. Bu möminlərin ünsiyyətinə aiddir bu sözlər. Desə sənə ki, 10 deyərəm, bir dənə son 10 cavab verərəm, sən ona cavab verginən ki, 10 desən, bir eşitmərsən. Sən cavab ver ona. Yəni, səndə əf ruhiyyəsi olsun. İşçi də gərək vəzifəli şəxsin helmindən sui-istifadə eləməsin. İş saat 10-da başlayır, bu dursun saat 12-də geçsin. Desin, onsuz da mənə söz deməyəcək, bu olmasın gərək. Düzdür, o həlimdir. Amma mənim də vəzifəm başqa bir şeydir. Mən vəzifəmi icra eləyim, o da vəzifəsini icra etsin. Düzgün və dürüst.